Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Güzel kardeşlerim, can dostlarım, könül dostlarım, izleyenler, dinleyenler, bütün insanlar. Her birinizi can gönülden çok hem de çok sevirəm güzel kardeşlerim. Ne yaxşı ki varsınız. Her şey Rabbimiz Allah'la güzeldir. Allah'ın güzellikleri sonsuzdur. Yarattığım her şeyi insan için yarattım buyurur Allah Teala. Casiyon Bəqərə 29-cu ayətdə. Bir tek insanı özüm için yarattım buyurur Zariyat suresi 56-cı ayətdə güzel kardeşlerim. Allah'ın tek isteği bizim xoşbəxt olmağımızdır. Xoşbəxt olmaq üçün isə sadəcə bir tək dilək istəyir bizdən. Can gönüldən ona qovuşmağı diləməyi güzel kardeşlerim. Dua necədir? Əlimizi açıb Rəbbimizə: ey gözəl Allah'ım, ey yücələr yücəsi Allah'ım, Mövlam, sahibim, Rəbbim. Ne olar Allah'ım, mən də ruhumu ölmədən qabaq sənə qovuşturmaq istəyirəm. Mənim də ruhumu ölmədən qabaq sənə qovuşdur ya Rəbbim. Amin inşallah. Qəlbdən dilək gözəl qardaşlarım, dildən deyil. Eğer dildən diləyəriksə, o zaman onu yaşamamız mümkün değil. Ama eğer qəlbimizdən Allah'a bir tələb ulaşdırarıqsa ki, Allah'ım, ruhum ölməzdən qabaq sənə qovuşdur, o zaman Allah duamıza icabət edib bizə yardımlarını göndərməyə başlayacaq. Allah Teala bizi yaratmamışdan əvvəl bizi öz huzurunda toplayır. Allah göğe çəkilib, ərşə istiva edib. Rəbbimiz bizi ərşdə toplayır, öz huzurunda. Bir böyük meydança düşünək. Ora məşər, yəni huzur namazıdır, məşər meydanıdır. Orada Allah Teala bizi toplayıb, topladıktan sonra sual edib: sizi mələk olarak mı yaradım, yoksa insan olarak mı? Eğer insan olarak yaratsam nəfsiz olacaq. Nəfsi müsəlman eləməklə mükəlləf olacaqsınız. Eğer nəfsinizi müsəlman eləsəniz, ruhunuzu mənə qovuştursanız, vücudunuzu mənə təslim eləsəniz, onda dünyanın ən xoşbəxt və ən üstün varlığı olacaqsınız. Ama eğer təslim olmasanız, mənə ruhunuzu və sizi, nəfsinizi təslim eləməsəniz, o zaman da heyvandan aşağı olacaqsınız buyurur Allah Teala. Araf suresi 179-cu ayətdə can dostlarım. Həmd olsun Rəbbimizə, şükürlər olsun. Her şeyi bizim için yarattı. Ama mələk olarak yaratsam deyirsə, o zaman da ilahi iradəniz mənə bağlı olacaq. Məni davamlı zikir, ibadət edəcəksiniz. Bu səbəblə daim xoşbəxt olacaqsınız. Ama insan nəfsi olduğu üçün, özü bu hədəfə ulaşdığı üçün, ulaşacağı üçün daha üstün varlıqdır. Eğer ulaşa bilərsə buyurur Allah Teala. Gözəl qardaşlarım, biz insan olmağı seçtik. Özümüz seçtik insan olmağı. Seçəndən sonra Allah Teala buyurur ki, Elestü bir Rabbikum, mən sizin Rəbbiniz deyiləmmi? Qalu bəla. Dedilər ki, bəli. Yəni biz Qalu bəla günü, həmin gündür, Allahın huzurunda olduğumuz gün, o gün biz deyirik ki, bəli, biz şahid olduq, sən bizim Rəbbimizsən. Həmin gün biz Allahı gördük. Allah'ın varlığına şahid oldu. Allah'ın huzurundaydıq. Allah bize yəqinlik vermək üçün özünü göstərir və mənəm sizi yaradan. Mən sizi sizin istəyiniz üzrə insan olarak yaradıram. Dünya üzərinə göndərəcəm. Həmin gün ruh olarak, vəcd olarak və nəfs olarak Allah'ın huzurunda toplanmışıq. Yəni insana Allah üç vücud verib. Bir vücud değil, təkcə gördüğümüz bu bədən değil. Ruh və nəfslə də Allah Teala bizi həyata gətirib, üç vücudla. Və sonra bizə belə bir sual verir. Ruhunuzu mənə təslim edəcəyinizə dair söz verirsinizmi? Qal bəla. Dedilər ki, bəli. Vücudunuzu mənə təslim edəcəyinizə dair söz verirsinizmi sizə dünya üzərinə göndərdiyim zaman? Dedilər ki, bəli. Nəfsinizi də mənə təslim edəcəyinizə dair söz verirsinizmi buyurur Allah Teala. Deyirik ki, bəli, söz veririk.
İradənizi də mənə təslim edəcəyinizə dair söz verirsinizmi? Deyirik ki, bəli. Yəni ruh, vücud, nəfs, iradəni də Allah Taala təslim alacağına, yəni təslim edəcəyimizə dair söz alır. Maidə surəsi 7, Araf surəsi 172-ci ayətlərə görə öz huzurunda toplayıb söz alır. Sonra bizi ana bətnində inşa edib, daha sonra yer üzərinə göndərir. Uşaqlıqdan, doğumdan etibarən 15 yaşına qədər bizi fizik dünya ilə, yəni gördüyümüz bu dünya ilə tanış edir, dünyanın şərtləri ilə. Daha sonra 15 yaşından sonra savab əməl və günah əməllə dəftərimiz açılır. Sağ tərəfdəki Kiramən Katibin mələyi daim savab əməllərimizi yaşıl dəftərə qeyd eləməkdədir. Sol tərəfdəki Kiramən Katibin mələyi isə qırmızı dəftərə şər əməllərimizi, yəni günah əməllərimizi daim qeyd eləməkdədir. Yer üzərinə enib imtahanı başlayan bir insan imtahanı verərsə Seminə və Atana, eşitdik və itaət etdik olur. Amma Seminə və Asana, eşitdik, üsyan etdik. Allahın huzuruna çıxdığı zaman, yəni eşitdik, amma itaət eləmədik deyəcəklər. Allah hər birimizi itaət edənlərdən eləsin inşallah Taala. 15 yaşından sonra insanın savab və günah əməlləri dəftəri açıldığı üçün daim insan imtahandadır. Hər an Allah bizə baxır. Hər an mələklər günah işləsək günah, savab işləsək savab əməllərimizi qeyd edir. Və bizim kitabımız sağdan veriləcəksə, deməli bizim savab əməllərimiz günah əməllərimizdən çox olmuş olacaq. Möminin surəsi 102-103-cü ayətlərə görə Allah Taala buyurur ki, əməl dəftəri sağdan verilənlər cənnətə, soldan verilənlər cəhənnəmə gedəcək buyurur. Allah Taala dəvətini ulaşdırır bizə. Yəni 15 yaşdan sonra hər hansı bir yaş dövründə Allahın dəvəti bizə ulaşır. Qarşımıza çıxıb biri deyir ki, sən Allaha qovuşmağı diləməklə mükəlləfsən, ruhu da, vəsi, nəfsi də, iradə də Allaha təslim eləməklə vəzifəlisən. Həmin an əgər biz Allahın dəvətinə icabət eləsək, desək ki, yaxşı, Allah əgər belə buyurursa, mən buna icabət eləyərəm desək, Allaha ruhumuzu qaytarmağı diləsək, yəni əlimizi açıb Rəbbimizə, ey gözəl Allahım, ruhumu ölmədən qabaq sənə qaytarmağı diləyirəm. Amin inşallah. Bu duanı desək, Allah Taala bizə yardımlarını göndərməyə başlayacaq. Gözümüzdən, qəlbimizdən, qulağımızdan pərdələri qaldıracaq, qəlbimizə ulaşacaq, özünə çevirəcək, nur yolu açacaq, zikr eləyəcək, zikr səbəbindən bizi huşu sahibi eləyəcək, huşu sahibi olub Allahdan haqq mürşüdü istəyəcək, mürşid önündə beyyət eləyəcəyik. Daha sonra ruh vücuddan ayrılıb Allaha doğru yola düşəcək. Əmmara, ləvvamə, mülhümə, mütmainə, raziyə, marziyə, təsliyə qədəmələrini keçib Allahda fənafillah olacaq. Daha sonra bəqa məqamı, zühd məqamı, muhsinlər məqamı, fizik vücudun təslimi, sonra ul-əlbab məqamı, ixlas məqamında nəfsin Allaha təslimi və sonda tövbə-i nasuhdan sonra iradəni də Allaha təslim eləyib 4 təslimi gerçəkləşdirmiş oluruq. Əgər biz dəvətə icabət eləsək və təslimiyyətə davam eləsək, Allaha tam təslim olmuş qul olaraq dünyadan köçəcəyik. Bu zaman həm dünya səadətini yaşamış olacağıq, gerçəkləşdirdiyimiz hər təslimdə bir daha mutluluğumuz artacaq və sonsuz xoşbəxtliyə ulaşacağıq. Və cənnətdə də Allah bizə sonsuz xoşbəxtliyi nəsib qılacaq. Ali-İmran 132-də İbrahim Peyğəmbər buyurur ki, ey ümmətim, Allaha təslim olmadan ölməyin. Allahım, ümmətimi sənə təslim olmadan öldürmə deyir. Allah hər birimizə ona təslim olub ölməyi nəsib qılsın inşallah Taala. Hər birinizi qəlbimdən çox, həm də çox sevirəm can dostlarım, könül dostlarım, sevgili qardaşlarım, izləyənlər, dinləyənlər, bütün gözəl insanlar, bütün dünyanın gözəl insanları. Selamun Aleyküm ve Rahmetullah ve Berekatuhu Məğfirət inşallah Taala. Allah.